Bugün Clash Royale'de. İndi bu dəqiqə oyunun ən çox istifadə olunan dəstəsi Kraliyet devi ilə oynayacaq. Mən o qədər bu dəstəni yaxşı oynaya bilmirəm. Amma çox yüksəkdə bu dəstəni oynayırlar. Başlayaq. Dodge'layamadı. Türk geldi. Ne yaz? Ana kuleni atar. 2-6 oynuyor. 2-6 oynayırsa biz indidən başlamalıyıq arxadan. Kraliyet devi ilə çıxmaq. Qəribə dəstəsi var birinci. Ortadan kraliyet ailət atağın köprüdən keçib keçəcək. Arkasına avcı ataq. Ola bilsin özelliği basacaq. Öldü. Yəqin ki o kule getdi. Atlandırmadan balıkçıya gelsin. Vurma. Böyle diye bir tane. Vurmasaydı laf yaxşı olardı. Buraya atar. Bol şans değil. Altına avcı atalım. Bura balıkçı atar. Heyecandan diye diyesenize. Her şey. Buradan yine bir iz atacak. Ayda ölmeseydi daha yaxşı olardı. Dəstə yəni əslində çox anti-eşləşmə gəlməsə güclü dəstədir. 3'te çəkdi ürünü. Keç çəkməz diyor. Bir de bu deyirlər ki Mart'ta bu Joker kartları zadı gedəcək. Onun hakkında ne fikirləşirsiniz? Yorumlara yazın. Bugünlük bu kadar. Çok sağ olun.